وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Möhtərəm müsəlmanlı qardaşlar, ən birinci təqvalı mavza çağıram. Və necə bilirsiniz, artıq Ramazanın axır günləri gəlib. Yəni, axır 10 günüdür. Yəni, bu cümə, bir də o birisi cümə və salam, yəni Ramazan bitir. Yəni, bununla iki cümə qalıb. Və məlumdur ki, tez keçdi, tez keçir və ümumiyyətlə, xeyr belədir. İnsan xeyr gələn kimi xeyrdən gərək istifadə eləyə. Gözləyirsə, nəyisə, xeyr gedir, sonra o xeyr qayıda bilmir. Ona görə müsəlman çalışmalıdır, xeyri eləyə və hər xeyr, o ki, Allah Taala o xeyri bizə təyin eləyib, o vaxtdan da istifadə eləmək, səmərəli istifadə eləmək lazımdır. Axır 10 gün əvvəlki 10 günlərdən fərqlənir. Fərqli xüsusiyyətləri var. Ümumiyyətlə, Ramazan ayı fərqlənir, ay kimi. Və həmçinin də axır 10 gün və ya gecə Ramazanın içində olan 10 gündən, əvvəlki 10 günlərdən fərqlənir. Və o xüsusiyyətlərdən, məsələn, Peyğəmbər sallallahu aleyhi ve selləm axır 10 gecəni oyaq keçirərdi, tam olmasa da. Yəni, ibadətə daha çox vaxt sərf eləyərdi. Lazımdır bütün gecəni oyaq qalmaq, sadəcə gecənin bir hissəsini ibadət eləmək kifayət eləyir. Məsələn, adam var gecənin, onun üçün əsas səhərəcən oyaq qalmaqdır. Amma keyfiyyətə fikir vermir. Hansı ki, kifayətdir namazları qılıb, duaları eləyib, Quranı, zikri oxuyub, kifayətdir. Yoxsa heç nə eləməyib, belə nədir, demək ki, mən səhərəcən yatmamışam, onda bir fəzilət yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve selləm gecəni oyaq keçirərdi, yəni çox hissəsin. Yəni oyaq keçirib oturmazdı, dua eləyərdi, ibadət eləyərdi, ibadətlə məşğul olardı. Və məsələn, bu əvvəlki gecələrdən fərqlənir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve selləm Əhl-i Beytin də durğuzardı. Əhl-i Beytin də, çünki hər bir kişi öz Əhl-i Beyti üzərində məsuliyyət daşıyır. Bu dünyada və həmçinin axirətdə də. Ona görə Peyğəmbər sallallahu aleyhi ve selləm axır 10 gecəni duranda gecəni Əhl-i Beytində durğuzardı. Çünki Allah Subhanahu taala buyurur ki, "Qu anfusakum və əhlikum nara." Yəni özünü və əhlivi, yəni Əhl-i Beyti cəhənnəm odundan qoruyur. Və Peyğəmbər sallallahu aleyhi ve selləm axır 10 gecədə etdiyi əməllərdən biri Əhl-i Beytin durğuzardı. Yəni ibadətə. Və həmçinin hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve selləm həmçinin zövcələrlə əlaqəni də, münasibəti də tərk eləyərdi. Düzdür, bu o demək deyil ki, əlaqədə olmaz o gecələr. Yox, sadəcə çəkilirdi sırf ibadətə. Çünki xüsusiyyətlərindən də biri axır 10 gecəni etiqaf eləyərdi Peyğəmbər sallallahu aleyhi ve selləm. Etiqaf da bilirsiniz ki, məsciddə qalır adam, məsciddə və sadəcə yalnız ciddi ehtiyac olan, məsələn, tutaq ki, təharətini də təzələmək və ya yemək əgər yaxında yer varsa, yeyib təzdən qayıdırdı məscidə. Yəni, sırf axır 10 gün Peyğəmbər sallallahu aleyhi ve sellem ayrılırdı ibadətə. Və həmçinin, qardaşlar, bu axır 10 günün xüsusiyyətlərinin həmçinin Allah Subhanahu taala and içib bu 10 günə, daha doğrusu 10 gecəyə. Çünki Ramazanın 10 günü yox, gecəsi, düzdür, günləri də fəzilətlidir, gündüzü də, lakin xüsusən gecəsi. Allah Subhanahu taala buyurur ki: "Vel fecr
Və ləyalin aşr. And içir fəcrə və sonra 10 gecəyə. 10 gecəyə and içir. Və bu da bu 10 gecənin fəzilətin böyüdür, əzəmətləndirir. Və həmçinin, qardaşlar, bu 10 gecədə həmçinin xüsusiyyətlərindən, 10 gecə həmçinin xüsusiyyətlərindən, 10 gecədə bir gecə Qədir gecəsidir. Və Qədir gecəsi elə-belə gecə deyil. Əgər Ramazan aylarının içində seçilirsə, əgər 10 gecə Ramazanın içində seçilirsə, Qədir gecəsi hamısından seçilir. Allah Subhanahu taala hətta surə var Quran-ı Kərimdə, Qədir surəsi. Və o surədə hələ o gecənin, ayrıca o gecənin xüsusiyyətlərindən danışır. Allah Teala bizə bildirir. Və məsələn, xüsusiyyətlərindən, qardaşlar, təbii ki, Qədir gecəsi, necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve selləm vaxtını bizə demək istəyirdi. Hətta çıxdı evindən ki, xəbər versin, sahabələr ikisi ixtilaf edirdi. İxtilafın səbəbinə Allah Teala o məlumatı götürdü ondan. Sadəcə Peyğəmbər sallallahu aleyhi ve selləm təxmini dedi, nə vaxt ola bilər? Dedi, axır 10 gecələrdə, axır 10 gecələrin tək gecəsində. Yəni, axır 10 gecədə neçə dənə tək var? 5 dənə tək gecə var. 5 dənə tək. Və Qədir gecəsi, təbii ki, Qədir gecəsi bir gündür, 3 gün yox. Yəni, çox sual olur ki, bu aralarda, istəyirlər 19-u Ramazanın Qədir gecəsidir, 21-i, bir də 23-i. Yox, bizdə yoxdur şey. O, sadəcə ola bilər hansısa məzhəbdə var. Onun ikisinin 50-yə aid ediblər, birinin Allaha. Yəni, 19-u yaralanıb Əli bin Əbi Talib. Bunlar deyirlər, Qədir gecəsidir o gün. Ehya gecəsidir. 21-i dünyasını dəyişib. 23-ü də daha aydındır ki, Quran nazil olub, qutardı. Amma yox. Əli bin Əbi Talib, bəli, lakin Qədir gecəsini neçə deyirik ona? Hər halda Peyğəmbər sallallahu aleyhi ve selləm deyib, axır 10 gündə tək gecədir. Fikir versək Qədir surəsinə, Allah subhanət hala buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Allah subhanət hala ki, biz, İnnə ənzəlnəhu, bu Quranı nazil etdik. Deməli, nazil etməyi hardan olur? Yuxarıdan aşağı. Yəni, Allah Teala bu ayda göstərir ki, səmadadır, hər şeydən ucada. Ənzəlnəhu, yəni Quranı. İnnə ənzəlnəhu fi leylətil qadr. Qədir gecəsi nazil oldu, etdik. Qədir gecəsi ne üçün adlanıb? Ne üçün buna Qədir gecəsi deyiblər? Cürbəcür rəylər var, qədri qiymətli var, əzəmətlidir. Və bəzilər deyirlər ki, o gün, o gecə qədər yazılır, bir illik. İndi surədə gəlir. İnnə ənzəlnəhu fi leylətil qadr və mə ədrakə mə leylətul qadr. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem ki, sən nə bilirsən Qədri gecəsi nə gecədir? Yəni, əzəmətlidir. İnnə ənzəlnəhu fi leylətil qadr və mə ədrakə mə leylətul qadr. Leylətul qadri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan əfsəldir, xeyirlidir. Yəni, o gecədə edilən ibadət, hər bir növü, namaz, oruc, daha doğrusu namaz, zikir, dua, Quran və s. Bunlar hamısı nədir? 1000 ayda etdiyin ibadətdən əfsəldir. 1000 ay. Təxminən 84 il. Yəni, bir dənə insan həyatı, belə, indiki vaxtı, belə yaxşı həyatdır. 84 il yaxşı vaxtdır. Müddətli yaşamaq üçün. Bir gecədən nail olsan. Gecənin də özdə bir hissəsi. İbadət eləsən. Subhanallah, gör, o yatanlar, xoruldayanlar necə məhrumdular, muflisdilər o gecə. Allah subhanətə buyuruyor ki, Leylətul qadri xeyrun min əlfi şəhr. Qədiri gecəsi 1000 aydan əfsəldir, xeyirlidir.
Tenezzəlul mələikətu və ruh fiyhə biizni rabbihim min kulli əmr. Və sonra o gecə barədə Allah Teala biraz da şərh verir və deyir ki, o gecə mələklər nazil olur və ruh. Ruh yəni Cəbrail. Cəbrailin adlarından biri ruhdur. Ne üçün? Çünki Quranı gətirəndir vəhiy. Vəhiy də ruhdur. Quran ruhdur. İnsanı yaşatmaq üçün daxilən və zahirən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah zikr edənlə zikr etməyən fərqi nədir? Ölünlə meyyitdir. Ölünlə, daha doğrusu ölünlə meyyit eyni şeydir. Ölünlə diri misalındadır. Yəni meyyitlə diri misalındadır. Çünki zikr edən yaşayır. Amma zikr etməyən meyyit kimidir? Hərəkət edən meyyit. Mələklər nazil olur o gecə və Cəbrail nazil olur. Cəbrail də ancaq peyğəmbərlərə gəlib. İşi vəhy daşımaqdır. Vəhy daşımaqdır Allah Taala'nın sözlərini təbliğ eləməkdir peyğəmbərə. Lakin o gecə nazil olur. O gecənin əzəmətliyinə görə. Görürsən necə əzəmətli gecədir? Və Allah Subhanahu taala sonra buyurur ki: "Tenezzelul melaikatu ve'r-ruhu fiha bi'izni rabbihim min kulli amr, selamun hiye hatta matla'il fecr." Və sonra buyurur ki, həmçinin Allah Taala orada qeyd edir ki, o gecə qədər qeyd olunur, qədər yazılır. Çünki Allah Subhanahu taala başqa ayədə də buyurur ki, "Fiha yufraqu kullu amrin hakim." Duhan surəsi 4-cü ayə. Fiha yufraqu kullu amrin hakim. Yəni o gecə illi qədər yazılır. Yəni qədər yazılmağı Allah Taala yeri göyü yaratmamışdan qabaq 50 min il əvvəl qədəri yazıb. O ümumidir. Sonra var illi qədər. Qədr gecəsi yazılır. Var həftəlik, var günlük. Həmçinin o gecə qədər yazılır. Bir illik. Bir illik yəni nə olacaq? Və həmçinin sonra vəsf edir Allah Taala "Selamun hiye hatta matla'il fecr." Yəni o gecəni vəsf edir, həmçinin deyir o gecə salamat gecədir. Salamat. Sadəcə qardaşlar, düzdür əlamətlərin deyib o gecə Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi hədislərdə gəlib. Lakin lazım da elə əlamətlərə baxmaq. Ola bilər dünyanın hansısa yerində əlamətlər bilinsin, hansısa ölkədə bilinməsin. Sən əlamətlərə baxma. Əsas odur, sən nəinki tək gecəni, axır 10 gecələr hamısın, müəyyən bir hissəsini ibadətdə keçir, şək yoxdur tutacaqsan Qədr gecəsin. Çünki nə üçün bəzi qardaşlar fikirləşirlər, cüt gecələr, hə, cütdür, bir gün cütdür, hə, bir gün yataq. Yox. Fərqi yoxdur. Cüt də fəzilətlidir, axır 10 gecədir. Yəni gecənin bir hissəsini ibadət elə, hətta cüt gecədə. Bu ən gözəl üslub, ən gözəl mövqe budur və bununla inşallah tutacaqsan Qədr gecəsin. Nail olacaqsan ona. Və ona görə günlər az qalıb qardaşlar və edilən əməllər əsas budur və ən nəsə xüsusi bir namaz yoxdur o gecə, onu da qeyd edeyim. Nəsə xüsusi, məsələn, demək ki, 1000 rükət, hər rükətdən, Fatihədən sonra 7 dəfə İxlas, necə bidət əhli bəzi kitablarında qeyd edirlər, nə bilim, Fatihədən sonra 40 dəfə Yasin surəsi oxusun, zəlzələ olmayacaq, belə şeylər cəfəngiyatdır. Peyğəmbər sallallahu aleyhi ve sellem necə ki 11 rükət qılırdı, o gecədə 11 rükət qılıb təravihi və salam, gecə namazın. Sadəcə nəyi çoxatqinə, nəyi çoxatqinə, namaza lazımdır çoxatqinə, 11 ilə qıl bəsdir. Sadəcə duanı çoxalt. Çünki Ayşə radiyallahu anhə nə deyir möminlərin anısı? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdum ki, ya Rasulallah, bəs hansı duanı çox eləyim? Bu onu göstərir ki, sahabələr çox dua edirdilər o gecə. Və möminlərin anısı dedi, hansını eləyim? Hansı daha yaxşı eləmək? Və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, deyirlər ki, Quli Allahumma innaka afuvun karimun tuhibbul afwa fa'fu anni. O ya Allahumma innaka afuvun
tuhibbul afva fa'fu anni və ya öz dilində deyə bilərsən, Allahım, sən əff edənsən, əff etməyi sevirsən, məni əff et. Yəni, bağışla. Yəni, bu gecənin xüsusiyyətlərindən biri də budur ki, bağışlanmaq üçün fürsətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, kim Qədr gecəsini iman ilə və savaba nail olmaq ümidi ilə keçirsə, Allah Teala onu keçirmiş günahlarını yuyar. Ona görə duanı çoxalt. Düzdür, zikir, Quran, aydındır, lakin duanı çoxalt o gecə. Və əsas budur, edilən əməllər bu 10 gündə, 10 gecədə xüsusən. Allah subhanət hələ bizə, əlhamdülillah, Allah şükür edir ki, Allah Teala bizə nail etdi bunu, nəsib etdi. Allah subhanət hələ bizi dində sabit etsin. Allah müsəlmanlara kömək olsun. Aqulu həzə və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəmb əstəğfiru innehu huvəl ğafurur rahim.